Sizcə yaxın şərqdəki gərginlik nə zaman partlayacaqdır? Artıq bu sualın cavabı var. 2025-ci ilin iyun ayında İsrail və İran arasında başlayacaq müharibəyə Yüksələn Aslan adı verildi. Bu sadəcə əməliyyat adı deyil. Bu bir siyasi mesajdır. İndi isə gəlin bu qorxulu və dönüş nöqtəsi olan qarşıdurmanın bütün təfərrüatlarını birlikdə öyrənək. Hər kəs salam dostlar, mən Cəbrayıl, xoş gördüm hər birinizi. İran və İsrail arasında baş verən qarşıdurmanı qısa və detallı şəkildə təqdim edəcəyim sizlərə. Kanala abunə olmağı və şərhdə fikirlərinizi bildirməyi unutmayın. İran və İsrail. Onlar bir-biri ilə heç zaman müharibə elan etməsə də, aralarında görünməyən bir savaş 10 illərlə davam edirdi. İsrail İranı nüvə silahı hazırlamaqda günahlandırırdı. İran isə İsraili şeytan rejimi adlandırır, regiondakı bütün şiə silahlı qruplarını dəstəkləyirdi. 2024-cü ilin sonlarında İsrailin Tel Aviv şəhərində baş verən və 39 insanın ölümü ilə nəticələnən terror aktından sonra isə sular daha da qarışdı. İsrail bu hücumun arxasında İranı görürdü. Sübut olaraq tutulan agentləri və ələ keçirilən silahları təqdim etdi. 2025-ci ilin iyunun 13-ü saat 03:42. İranın mərkəzində yerləşən Natanz nüvə obyekti üzərində ani bir partlayış səması işıqlandırdı. İsrail hərbi hava qüvvələri yüzlərlə təyyarə, dron və uzaq mənzilli raketlə İranın nüvə infrastrukturuna, komanda mərkəzlərinə və Hizbullah dəstək bazalarına sinxron hücuma başladı. İsrail bu əməliyyatı Operation Rising Lion adlandırdı, yəni Yüksələn Aslan. Bu ad təsadüfi deyildi. Tevratın bir hissəsində yazılan bu ifadə qoy xalqım aslan kimi ayağa qalxsın. Həm bir dini simvol, həm də səssiz qalmayacaq mesajı idi. Bu sadəcə binaların dağılması deyildi. Bu İranın zəkasına atılan zərbə idi. İlkin zərbələrdə aşağıdakı şəxslər həlak oldu. General Muhammed Baqiri, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi. General Hüseyn Salami, Sepahın rəhbəri. Doktor Hamed Rezai, İranın nüvə silah proqramının beyin adamı və 6 yüksək rütbəli Sepah komandiri. Hər biri xüsusi əməliyyatla izlənmiş, yerləri müəyyən olunmuş və eyni anda məhv edilmişdi. Bu adi bir hücum deyildi. Bu bir dövlətin başını kəsmək cəhdi idi. İran bu məsələlərdə heç də sakit qalmadı. 7 saat sonra Sepah komandanlığı tərəfindən Şimşək qılıncı adı verilən əks həmlə əməliyyatına başlandı. İsrailə 130-dan çox dron, ballistik raket və qısa mənzilli hücum vasitəsi göndərildi. Tel Aviv, Hayfa, Aşdod və Qüdsdə partlayışlar baş verdi. İtki sayıları gizli saxlanılsa da, Tel Avivin cənub bölgəsində yerləşən bir hərbi bazada ən azı 29 əsgərin öldüyü bildirilir. Müharibənin başlaması neftdən yan keçmir. Neftin bir barelinin qiyməti eyni gün içində $150 qədər yüksəldi. Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı və Bəhreyn limanlarında hərbi gəmilərini İran körfəzinə doğru yönəltdi. BMT Təhlükəsizlik Şurası təcili iclas keçirdi. Çin, Rusiya və Türkiyə hadisəyə fərqli baxışlarla reaksiya verdi. Bu sadəcə iki ölkənin toqquşması deyildi. Bu qlobal enerji təhlükəsizliyini və siyasi balansı silkələyəcək gücdə bir partlayış idi. İranın təhlükəli dövlətini neytrallaşdırmaq üçün atılan addım bəlkə də daha böyük bir fəlakətin ön sözüdür. Çünki Hizbullah artıq Livandan İsrailə raketlər atmağa başlayıb. Ənsarullah Husilər, yəni Qırmızı dənizli ticarət gəmilərinə hücumlar edir. Suriyada yerləşən İran dəstəkli qruplar İsrailin postlarına hədəf alır. Bu artıq bir dövlətlə müharibə deyil. Bu İsrailə qarşı bir oxun Tehran, Beyrut, Səna və Dəməşqin orta cəbhəsinin formalaşmasıdır. Biz bu videoda bir müharibənin sadəcə başlanğıcını icra etdik. Amma qarşıdakı günlərdə bu qarşıdurma daha da böyüyə bilər. Əgər böyük oyunçular Amerika, Çin, Rusiya bu məsələyə birbaşa müdaxilə edərsə, o zaman sadəcə yaxın şərqdə deyil, bütün dünyada tarix dəyişəcək. Əgər bu videonu izləyirsənsə, sən artıq bu tarixin şahidisən. Amma unutma, bu müharibənin sonu hələ yazılmayıb.